Hamınıza salam futbol sevərlər. Sırrıs Edit kanalıma xoş gəlmisiniz. Bu gün sizinlə birlikdə futbol tarixinin ən böyük rəqabəti olan Messi yoxsa Ronaldo rəqabətinin ardınca bu rəqabətin yerini doldura biləcək rəqabət olan Mbappe, Haaland rəqabətini kubok, gol, assist, oyun sevincli, dribling cəhətdən hamısından ən yaxşı olanı seçib, sonda isə öz baxış açımdan bu rəqabətdə kimin öndə olduğunu deyəcəm. Əvvəlcə gəlin bu futbolçunun həyatından başlayaq. Tam adı Kylian Mbappe Lottin olan bu futbolçu Kylian Mbappe həyatı və karyerası çox maraqlı və ilham vericidir. 1998-ci ildə Parisin ətrafındakı Bondia rayonunda doğulub. Atası Wilfred Mbappe əslən Kamerunlu futbol məşqçisi idi və hətta həmin komandada baş məşqçilik edirdi. Anası Faiza Lamari əslən Əlcəzairli həndbolçu olub. Kiçik yaşda artıq qeyri-adi sürət, topa nəzarət qabiliyyəti göstərirdi. İlk klubu Aspondi atasının rəhbərinin altında məşq edirdi. Daha sonralar ona Chelsea, Real Madrid, Monaco kimi klublardan ikinci komandada iştirak imkanı yaratıldı. Anasının və evdəkilərin təzyiqi ilə o Monaco-nu seçdi. Daha sonraki illərdə PSG rəhbərliyi bu uşaqda olan istedadı anladı və onu öz komandalarına transfer etdilər. Hal-hazırda isə uşaqlıq xəyalı olan yer Real Madriddə futbola davam edir. Və onun Madriddə ilk sezonunda rekordlar qırmağa davam edir və bir gol onu Avropanın butsundan uzaqlaşdırır. Uğurlarına gələndə isə karyerasının böyük hissəsini PSG-də keçirir. Orada 15 kubok qazanmışdır. 6 Liga 1, 4 Fransa kuboku, 2 Fransa Liga kuboku, 3 dəfə də Fransa Super kubokunu qazanmışdır. Milli karyerada isə Mbappe'nin bir dünya çempionluğu və bir National UEFA kuboku var. Erling Haaland keçidi isə Erling Haalandın uşaqlıq dövrü ümumiyyətlə xoş və dəstəkləyici bir ailədə keçmişdir. Lakin bəzi çətinliklərlə də üzləşib. Onun həyatında diqqətə layiq olan bəzi məqamlar bunlardır. Ailənin köçü və uyğunlaşma. Haaland İngiltərəli şəhərində doğulsa da, o hələ 3 yaşında olarkən ailəsi Norveçə Brünn şəhərinə köçdü. Valideynləri onu sakit və idman dolu bir mühitdə böyütməyə çalışsalar da, yeni həyata adaptasiya hər uşaq üçün hər zaman asan olmur. Erling'in atası Alf Inge Haaland futbolcu idi və onun karyerası məşhur bir hadisədən sonra erkən başa çatdı. Roy Keane Manchester United oyuncusu tərəfindən etdiyi sərt bir zərbə nəticəsində ağır zədə aldı və bu ailə üçün emosional və maliyyə baxımından çətin bir dövr yaratdı. Bu hadisə Haalandın atasının peşəkar futbolu tərk etməsinə səbəb oldu və ailəyə bir növ dərs oldu. Haalandın ilk komandası Brunn FC olmuşdur. Sonra isə Salzburgda oynayıb özünü Çempionlar Liqasında göstərmişdir. Bunu görən Dortmund skautları onu rəhbərliyə təklif edir. Rəhbərlik onu bir neçə ildən sonra baha qiymətə satmaq üçün alır. Sonra isə Pep Guardiola Manchester City-sinə qoşulur və burada rekordlara imza atır. Milli cəhətdən Haalandı sıfır söyləmək mümkündür. Haalandın Mbappe'dən üstünlüyü, UCL, FIFA zəbəst ödülü, Avropada qızıl butsu vardır. Əgər tam tərəfli baxsaq, mənim fikrimcə hər şey bərabər səviyyədə gedir. Amma Mbappe'nin dünya çempionatında olan hat-triki, onların hamısını üstün tuturam. Dünya çempionatı elə bir şeydir ki, bu heç bir şeylə bərabər tutulamaz. Ona görə məncə bu debatı Mbappe UCL aldıqdan sonra bitirə bilərik. İndi isə səviyyələr bərabər olaraq görürəm. İndicə sağ olun dostlar. Sizdən xahişim odur ki, kanala abunə olub, videoya like atasınız. Yorumlarınız və fikirləriniz mənim üçün önəmlidir. Sağ olun.